xeyir olsun əziz dostlar. Sizi salamlayıram. Qaraçuxur qəsəbəsindən möhtəşəm bir dənə ərazidən. Ərazinə də yaxındır, neftçilərə də. Villalar məhəlləsi hamısı. 8 ədəd villadır. Sırayla tikili. Hamısında da yaşayış var. Bir-ikisi qalıb, orada da təmir işləri yekunlaşır. Yəni hamısı yaşayışlıdır, satılır. Birinci villadır dostlar. Bax, belə deyim də, villalar məhəlləsində baş tərəfdən, girişdən elə birinci sıradan birinci evdir. Çox gözəl bir ev göstərəcəm sizə. 3 mərtəbəli ev, geniş, 350 kvadrat. Evin qarajına sol tərəfdən, evin yan tərəfindən də girişi var. Hamısını ətrafını göstərəcəm. Məhəlləsi belə asfaltlı dostlar, gördüyünüz kimi. Kim alsa xeyirli olsun dostlar. Evin tikilişinə, evin belə deyim də, keyfiyyətinə söz ola bilməz. Yaxınlaş. Mən göstərir qardaş. Bax, həyətində bisetkasıdır. Monolit betonla inşa olunmuş ev dostlar. Müasir üslubla, zövqlə təmir olunmuş bir evdir. Evin daxili də xarici kimi gözəldir. Burada ağac əkməyə yerlərini də saxlayır ev sahibi. Sadəcə olaraq yaşayış olmadığına görə ağac əkilmir. İnşallah yəni bu ev alan adam özü istədiyi ağaçlardan əkib, gül çiçəyini əkib, buranı qəşəng gözəlləşdirə bilər. İndi istəyirəm dostlar, evin daxili ilə sizi tanış edeyim. Evin xarici görünüşü əladır, gördüyünüz kimi monolit betonla inşa olunmuş evdir. Yerləşmə evi çox super, 104 nömrəli məktəb yaxındır bura, 146 nömrəli məktəbdir. Marşrut xəttinə də yaxındır. Razinə, Bakıxanov qəsəbəsinə gedən yola da yaxındır. Neftçilər metro stansiyasına 10-15 dəqiqə, 10-12 dəqiqə belə deyim. Heç 15 dəqiqə olmaz. 10-12 dəqiqəlik məsafəsi var. Əhatə hamısı villalardır, həyət evlərdir dostlar. Möhtəşəm bir ərazidəyik. İndi evin daxili ilə tanış olaq. Gelmesen ürek sızlar, gönlüm seni arzular. Gül ki, ürəyim gülsün. Özünə ev almaq istəsən, məncə heç çox fikirləşmə. Keyfiyyətinə görə, təmirinə görə sizin üçün ən ideal variantlardan birini təqdim elədim. 3 mərtəbəli villamız dostlar. Qiymət də münasib, 385.000 manat paket qupçalı evdir. Nömrəm səhifədə var. Zənginizi gözləyəcəm dostlar. Əlaqə saxlayın.